Salam, hər vaxtınız xeyir, vaxtını və zamanını dəyərləndirib, ölkəmizdə və dünyada baş verən xəbərlərlə xəbərdar olmaq istəyən şəxslər ekrana yaxın əyləşin, çünki Info 11 buraxılışı öz işinə başladı. Studiyada xəbər bələdçiniz Kamil Balakişevdir. Beləliklə, Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan silahlı qüvvələri qoşunların təmas xəttində atəşkəs rejimini pozmaqda davam edir. Düşmən ordusunun bölmələri Füzuli rayonunun Aşağı Seyid Əhmədli və Xocavənd rayonunun Kurapatkino kəndləri istiqamətində atəşkəsi pozublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə düşmən cavab atəşi ilə susturulub, itki qeydə alınmayıb. Atəşkəs müqaviləsinin imzalanmasına baxmayaraq, erməni silahlı qüvvələri hələ də razılaşmaya əməl etmir. Təkcə cari ilin əvvəlindən bu günə kimi erməni əsgərlərinin açdığı atəş nəticəsində 35 əsgərimiz yaralanıb, 26 hərbçimiz isə şəhid olub. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 7-sində Azərbaycan Respublikasının Tovuz rayonunun Əlibəyli kəndi yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndiricisi Piterçi və səhra köməkçisi Ciri Aberlə keçirəcəklər. Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin şəxsi köməkçisi William Pryor və səhra köməkçisi Xristov keçirəcəklər. İsmailli rayonunda fərdi yaşayış evində yanğın olub. Hadisə rayonun Natiq Mehdiyev küçəsindəki 13 saylı mənzildə qeydə alınıb. 1963-cü il təvəllüdlü Ehtiram Həsənova məxsus ümumi sahəsi 70 kvadrat metr olan 3 otaqlı mənzildə baş verən yanğının söndürülməsi üçün əraziyə 2 yanğın söndürən maşın və canlı qüvvə cəlb edilib. Hadisə barədə yanğın söndürənlərə vaxtında məlumat verilmədiyi üçün evi alovdan xilas etmək mümkün olmayıb. Ev tamamilə yanaraq yararsız vəziyyətdə düşüb. Yanğın söndürənlər həyətdəki yardımcı tikililəri alovdan mühafizə ediblər. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğın elektrik naqillərində baş verən qısa qapanmanın səbəb olduğu ehtimal olunur. Faktla bağlı araşdırma aparılır. Hadisə vaxtı evdən heç bir şey çıxarda bilməyiblər. Bundan əlavə gecələməyə heç bir otaqları da yoxdur ki, harada gecələsinlər. Devlətdən bunların heç bir yardımı da yoxdur. Burada bir iş yeri olmadığına görə kasıb ailədilər. Buna daha bir çarə sizə qalır. Bir vaxtlar ölkəsinin siyasi arenasında ot püskürən bir nazir indi müstəntiqlərin qarşısında acizanə şəkildə boynunu bükür. Çünki o çirkli pulların yuyulmasında ittiham olunur. Söhbət Ermənistanın sabiq Xarici İşlər naziri Vardan Askanyandan gedir. Deməli, tutduğun ən yüksək vəzifədən asılı olmayaraq, hər kəs anlamalıdır ki, ömürlük kreslo yoxdur. Harada çalışmağından asılı olmayaraq, xalqına, millətinə şərəflə xidmət etmək lazımdır. Ermənistanın keçmiş Xarici İşlər Naziri, səklənən Ermənistan Partiyasından deputat Vardan Oskanyan ona qarşı qaldırılan çirkli pulların yuyulması barədə cinayət işi üzrə növbəti dəfə Ermənistan Milli Təhlükəsizlik Xidmətinə çağırılıb. Bu barədə APA Armenia Today-ə istinadən məlumat verir. Məlumata əsasən Milli Təhlükəsizlik Xidmətinə Oskanyanın 2009-cu ildə Ermənistan kommersiya banklarından birinin idarə heyətinə seçilməsi ilə bağlı məsələ ilə maraqlanıblar. Oskanyan daha öncə yaydığı bəyanatda həmin bankın idarə heyətindən hakimiyyətin təzyiqi ilə uzaqlaşdırıldığını qeyd edib. Oskanyanın vəkili Tigran Atanesyan keçmiş Xarici İşlər Nazirliyi başçısının bu məsələ ilə bağlı Milli Təhlükəsizlik Xidməti müstəntiqlərinin suallarına cavab vermədiyini bildirib. Onun sözlərinə görə Milli Təhlükəsizlik Xidmətindən Oskanyanın bank hesablarının yoxlanılacağını bildirilib. İnqilab Şirinbəyli, Şahin Qurbanzadə, LTV. Elə bu arada ermənilər növbəti hoqqabazlıqlarını nümayiş etdiriblər. Özü də bu kilsədə baş verib. Belə ki, mənfur qonşularımız dini ayinlər zamanı bildiriblər ki, erməni xanımlar farslarla nikah qadağan edilsin. Artıq bununla bağlı qərar kilsə tərəfindən rəsmiləşdirilib. Bütün ermənilərin katolikosu və digər millətlərin nümayəndələri, xüsusilə də farsların iştirakı ilə nikahların xaç suyuna çəkilməsi və xeyir-dua verilməsindən çəkinməyə dair daxili əmr verib. Gün.az Regnum agentliyinə istinadan xəbər verir ki, bu barədə qarışıq nikahlar mövzusunda mətbuat konfransında erməni keşişi Terbabken bildirib. Farslarla bağlı məsələdə bu İranın Ermənistandakı səfirliyinin razılığı ilə edilir, deyə keşiş qeyd edib. Onun sözlərinə görə bir çox farslar Ermənistanda xaç suyuna çəkilsə də sonradan bundan ən müxtəlif məqsədlərdə insan hüquqlarının müdafiəsi və başqa məqsədlər üçün istifadə edirlər. Lakin əslində müsəlman olaraq qalırlar. Beləliklə keşiş vurğulayıb ki, daxili təhlükəsizlik məsələsi Ermənistanın ali ruhani hakimiyyətinin diqqət mərkəzindədir.
Qeyd edək ki, adı çəkilən mətbuat konfransında psixoloq Karine Nalçacan bildirib ki, erməni qızlar arasında xaricilərə, xüsusilə də farslara ərə getmək tendensiyası geniş yayılıb. İnqilab Şirinbəyli, Nigar Mustafayeva, LTV. İsrail Baş naziri Binyamin Netanyahu İranın nüvə silahına malik olmasına imkan verməyəcəyinə söz verib. Lazım gəlsə mən düyməyə basa biləcəyəm. Lakin ümid edirəm ki, buna ehtiyac olmayacaq. Əgər İranı dayandırmağın başqa yolu olmasa, İsrail hərəkətə keçməyə hazırdır. Bizim niyyətlərimiz ciddidir, deyə o bildirib. Netanyahu bəyan edib ki, onun hökumət başçısı olduğu dövrdə İran nüvə silahı əldə edə bilməyəcək. İsraildə parlament seçkiləri 2013-cü il yanvarın 22-sində keçiriləcək. Atom enerjisi üzrə beynəlxalq agentliyə sərt ismarış yollayıblar və bildiriblər ki, nüvə ölkələrinin daxil işinə qarışmasın. Bu ismarışın müəllifi isə Şimali Koreyanın BMT yanındakı daimi nümayəndəsinin müavini Lee Dong-ildir. 2005-ci ildən ölkəsinin nüvə silahına sahib olduğunu qeyd edən Lee Dong-il beynəlxalq agentliyi ancaq öz işi ilə məşğul olmağa çağırır. Şimali Koreya hakimiyyəti atom enerjisi üzrə beynəlxalq agentlikdən Koreya yarımadasında nüvə probleminin həllinə qarışmamağı tələb edib. Beynəlxalq agentliyin Koreya yarımadasındakı nüvə silahı ilə bağlı vəziyyətə müdaxilə etmək səlahiyyəti yoxdur deyə Şimali Koreyanın BMT yanındakı daimi nümayəndəsinin müavini Lee Dong-il bəyan edib. Onun sözlərinə görə agentlik qeyri-nüvə ölkələri ilə işləməlidir. Lakin Koreya Xalq Demokratik Respublikası qeyri-nüvə ölkəsi deyil. Lee Dong-il onda bildirib ki, Koreya Xalq Demokratik Respublikası nüvə silahının yayılmaması barədə müqavilənin iştirakçısı deyil və beynəlxalq agentlik ilə heç bir əlaqəsi yoxdur. Agentliyi çor-çorana Amerika Birləşmiş Ştatlarının Şimali Koreyaya qarşı siyasətini yürütməkdə ittiham edən Lee Dong-il adı çəkilən qurumun bu cür mövqeyini Koreya yarımadasında nüvə probleminin həlli məsələsini yalnız mürəkkəbləşdirdiyini bəyan edib. Xatırladaq ki, Şimali Koreya 2005-ci ildə nüvə silahına malik olduğunu da bəyan edib. İnqilab Şirinbəyli, Kamil Balakişiyev, LTV. Suriyada baş verən haqsızlıqlar, qanlı qarşıdurmalar günbəgün daha da artır. Beynəlxalq təşkilatlar isə dırnaqarası səylərinə baxmayaraq hər gün ölənlərin sayındakı artım diqqət çəkir. Əgər belə getsə, yaxın vaxtlarda Suriya əhalisi tamamilə yer üzündən silinəcək. Ötən gün axşam saatlarında Suriyanın paytaxtı Dəməşqdə Azad Suriya ordusu ilə Əsəd rejiminə bağlı qüvvələr arasında qanlı toqquşma baş verib. Suriya Dövlət Televiziyası Əl-İxbariyyənin verdiyi məlumata görə, həmin ərəfədə Dəməşqdə 89 nəfər qətlə yetirilib. Yüzlərlə insan ağır vəziyyətdə xəstəxanalara yerləşdirilib. Ölənlərdən 9-u uşaqdır. Eyni saatda Hama şəhərində də bənzər hadisə yaşanıb. Azad Suriya ordusunun mənsubları bir bölgədə Əsəd rejiminə bağlı qüvvələrin olduğunu zənn edərək ərazini toplardan atəşə tutublar. Nəticədə 50 dinc sakin həyatını itirib. Həmçinin Hama şəhəri yaxınlığında bomba yüklü maşının partladılması nəticəsində 50 əskər həyatını itirib. Suriya İnsan Haqları Mərkəzinin verdiyi məlumata görə, bir gün ərzində Suriyada 208 adam həyatını itirib. Xeyli sayda yaşayış məntəqələri tamamilə yerlə yeksan olub. Suriya İnsan Haqları Mərkəzinin verdiyi məlumata görə, indiyədək Dəməşqdə bu cür güclü bombalama halı qeydə alınmayıb. Aygün Səyyab qızı, LTV. Artıq 2 ilə yaxındır ki, özünün ən çətin günlərini yaşayan qədim Elada torpağında belə getsə sular durulmayacaq. Çünki iqtisadi böhranın çökdürdüyü Yunanistanda əhali ölkənin hər yerində kütləvi tətillərlə başlamaqla hökumətin fəaliyyətinə etirazlarını bildirirlər. Xalqı ən çox narahat edənsə 2013-cü il dövlət büdcəsinin vəziyyətidir. Yunanistan sakinləri noyabrın 5-dən kütləvi tətilə başlayıblar. RIA Novosti agentliyinin verdiyi məlumata görə Afinada metro sutkalarla fəaliyyətini dayandıracaq. Xatırladaq ki, metro ötən həftənin cümə günü də fəaliyyətini dayandırıb. Həmin gün şəhərdə böyük tıxaclar yaranıb. Noyabrın 6-sı 7-sində dövlət və özəl sektorun həmkarlar təşkilatlarının 2 günlük tətili planlaşdırılır. Tətil vəd verən həmkarlar təşkilatları arasında dənizçilər, təcili tibbi yardım işçiləri, eləcə də axşam saatlarında elektrik enerjisinin verilməsini dayandırmaqla hədələyən energetiklər də var. Yunanistan hökuməti yaxın günlərdə 2013-cü il üçün böhran büdcəsini, o cümlədən Avropa Birliyi və Beynəlxalq Valyuta Fondu ilə yeni kredit sazişini qəbul etməyə hazırlaşır. 31,5 milyard avroluq kredit tranşı müqabilində xərclərin 13,5 milyard avroluq ixtisarı nəzərdə tutulur. Qeyd edək ki, həm siyasi ekspertlər, həm də iqtisadçılar bu prosesin çox təhlükəli olduğu qənaətindədirlər. İnqilab Şirinbəyli, Şahin Qurbanzadə, LTV. Dünyanın ən müxtəlif ölkələrində Azərbaycan neft ölkəsi kimi tanınır. Zəngin tərkibə malik Azərbaycan nefti artıq bir brenddir. Qara qızılın hesabına inkişaf da edirik. Amma neftin bir gün tükənəcəyi də məlum məsələdir. Bəs görəsən, bizi dünyaya tanıdacaq, iqtisadi səmərəsini görə biləcəyimiz başqa sərvətimiz yoxdurmu? Əlbəttə ki, var. Əməkdaşımız Nizat Xudatov bu xüsusda sizə nardan və Göyçayda keçirilən 7-ci nar festivalından danışacaq. Olduqca maraqlı reportajdır, odur ki, qaçırmayın. Bu Azərbaycan neftidir. Dünyaya ölkəmizi tanıdan qara qızılımız.
Bu əvəzsiz məhsuldan böyük gəlirlər əldə edib iqtisadiyyatımızı dirsəldirik. Ancaq bir gün tükənəcək. Bu isə nardır, Göyçay narı. Bu məhsuldan da böyük gəlirlər əldə etmək mümkündür. Neft azaldığı halda nar çoxalır. Daha doğrusu çoxalda bilərik. Bəzi ölkələrdə nar eksotik meyvə hesab olunduğu halda bu gözəl nemətin Göyçayda 67 növü yetişir. Deməli, narçılıqda iddiamız böyük olmalıdır. Böyük narçılıq ənənələri olan ölkə kimi tanınmamız üçün bütün üstünlüklərə sahibik. 2006-cı ildən etibarən hər il Göyçayda nar festivalının keçirilməsi artıq hökumətin bu istiqamətdə əhəmiyyətli işlər görməyə başlaması kimi dəyərləndirilə bilər. İlbəil bu festivala diqqət və maraq da artır. Bu il təşkil olunan nar bayramı isə daha möhtəşəmliyi ilə diqqət çəkdi. Bayram tədbirləri çərçivəsində təşkil olunan sərgidə təqdim olunan nar çeşidləri, nardan hazırlanan müxtəlif qida məhsulları ötən illərlə müqayisədə daha rəngarəng, daha diqqət çəkici və maraqlı idi. Arxasında həkimin dayandığı bu masa bizim diqqətimizi çəkir. Məlumat almaq üçün həkimə yaxınlaşırıq və narın el dili ilə desək Həzər dərdin dərmanı olduğunu bir daha öyrənirik. Yəni bu gördüyünüz kimi burada 12-15 adlı dərman preparatı var. Hansı ki bunların içərisində qan təzyiqini normallaşdıran, qan artıran, şəkərli diabetdə istifadə olunan, qurd salıcı, həzmi yaxşılaşdıran preparatlar var. Yəni bunlar olmadıqda yüngül formalarda, yəni nardan təbii vasitə kimi bu sadaladığımız xəstəliklərin əksəriyyətində istifadə etmək olar yəni. Bəli, şirəsini, dəmləməsini, çiçəyinin dəmləməsini, qabığının dəmləməsini, yəni sok halında istifadə etmək olar. Biraz konkretləşdirək də, hansı xəstəliklər? Ən çox demək qan təzyiq xəstəliklərində, şəkərli diabetdə, qurd xəstəliklərində, anemiyalarda istifadə etmək olur yəni. Deməli, əminliklə xarici ölkələrdən dərman ixal etməyə ehtiyacımız yoxdur deyə bilərik. Nar şirəsi isə səndəmə orqanizmdə radiasiya şüalanmasının qarşısını alan əvəzsiz vasitədir. Elə bayramda iştirak edən Rusiyalı diplomat da Göyçay narının şirəsinin ləzzətindən doya bilmirdi. Как нравится праздник граната? Очень нравится. Это весело. Nar bayramı çox xoşuma gəlir. Bu şən, maraqlı və qeyri-adi bayramdır. Bizim gündəlik iş rejimimizdən çox fərqlənir. İnsanlar çox simpatik və qonaqpərvərdirlər. Bəs nar şirəsinin dadı necədir? Xoşunuza gəlirmi? Nar şirəsinin dadı çox qeyri-adi, lakin cazibəlidir. Biz mübahisə etdik ki, bu çaxırdır, yoxsa nar şirəsi. Sizcə qeyri-adiliyi nədədir? Nar şirəsinin tamına görə çox şirindir. Очень так хорошо, что Ваше здоровье. Каждый месяц. Nar elə bir meyvədir ki, o min bir dərdin dərmanıdır. Onun müxtəlif ondan ərzaq məhsulları hazırlanır, tibbdə dərmanlar hazırlanır. Hətta o radiasiya şüalanmasından xəstələnən insanlar üçün nar şirəsi dərmandır. Bu Çernobılda qəza olan vaxtda bizim rayonun narından biz Ukraynaya o vaxtı göndərmişdik. Ondan sonra həkimlər müəyyən ediblər ki, nar şirəsi bütün bir çox xəstəliklərin dərmanıdır. Ölkənin Göyçay narının şirəsindən xeyli gəlir əldə edə biləcəyi haqda məlumat alıb yaxınlaşırıq Mırtı kəndinin təmsilçilərinə. Onlar da kəndlərinin narından ağız dolusu danışırlar. Nardan hazırlanmış xüsusi çaxır növüdür. Ondan sonrasına hazırlanmış nar formasında məsələn pişintidir, tortdur. Sonra məktəblilərimizin hazırladığı Qız qalasının Azərbaycanın məşhur tarixi abidələrindən olan Qız qalasının rəsmidir. Gördüyünüz kimi də yəni belə. Bizim kənddə də, bütün kəndlərdə olduğu kimi ayrı-ayrı çeşidlərdə məsələn növlərdə narlar becərilir. Xüsusən bizim kəndin Gülöşən narı daha çox məşhurdur. Həm sulluğuna görə, yəni şirəsinə görə, şirə tərkibinə görə, yəni mineral tərkibindəki minerallara görə fərqlənir.
Göyçay Mədəniyyət Evinin işçiləri isə qonaqlara nardan hazırlanan və plovla yeyilən ləzzətli nardançanı təqdim edirlər. Narın milli mətbəximizə rəng qatdığının şahidi oluruq. Bunun özəlliyi odur ki, dənələnir, tam hazır olandan sonra tökülür qaba, öz miqdarında da pesok tökülür, 2 stəkanda su qarışılır. Ondan sonra qaynayır. Nəyə xeyri var buna? Bu aşla yeyilir, bir də təzyiqə xeyri var. Qan təzyiqinə xeyri. Bilirəm gəlməlisən, ayda 7-ci nar festivalının ən böyük narının sahibi isə yetişdirdiyi məhsuldan qürurla bəhs edir. Öz həyətimdən dərdiyim nardır. Bu gün mənim sevincimin həddi hüdudu yoxdur. Çünki mən bugün qalib gəlmişəm. 1 kilo 400 qram nardır. Heç bir kimyəvi preparatdan istifadə olunmayıb. Sadəcə Göyçay rayonunun torpağı nar üçün ən əhəmiyyətli torpağı var. Dağımız, dərəmiz hamısı nar yetişdirir. Festivala təşrif buyuran Latviyanın Azərbaycandakı səfiri öz təəssüratını bizimlə bölüşür və narla bağlı orijinal bir təkliflə çıxış edir. Fikirləşirəm ki, bu unikal bayramdır. Çünki mən müxtəlif ölkələrdə işləmişəm. Belə maraqlı, dadlı, sağlam festivala rast gəlməmişəm. Nar dəmirlə və vitaminlərlə zəngindir. Bu bayrama uzun ömür arzulayıram. Mən Azərbaycanda Latviya səfiri işləyirəm. Maraqlı olardı ki, Latviyada yeni növ nar yaradılardı və bu hadisə iki ölkə arasında olan əlaqəni daha da möhkəmləndirərdi. Millət vəkili Zahid Orucun isə nara və bu məhsulun dünyaya tanıdılmasına özünə məxsus yanaşması var. Bu bir milli birlik hadisəsi kimi özünü təzahür edir. Yəni, biraz sadə dilə çevirsəm və qeyri-siyasi bir məsələdən soruşduğum üçün deyim ki, bunlar çox fəlsəfi bir məsələdir, çox ruhani bir məsələdir, ruhu bir məsələdir. Baxın, o elə qurulub ki, orada bir sistem var, orada necə deyərlər, dəqiq ölçülü bir mexanizm var. Orada tac halına gələn, sanki dövləti özündə ifadə edən bir model var. Bu cür gözəl bir neməti Azərbaycanın xaricinə niyə çıxarmayaq? Bir sözlə, Göyçay narının Azərbaycana verə biləcəyi çox xeyir var. Yetər ki, biz bunu istəyək. İstəyimiz də var. İldən ilə daha da ehtişamlı təşkil olunan nar bayramı bu istəkdən xəbər verir. Nicat Xudatov, Eşqin Əhmədov, LTV Göyçay. Belə, bu saata çatdıracağımız xəbərlər bu qədər. Qarşıda sizə idman yeniliklər və hava haqqında məlumat gözləyir. Ölkəmizdə və dünyada baş verən ən son və operativ xəbərləri xəbərin dəyişməz ünvanında İnfon saat 13 buraxılışında həmkarım Aygün Səyəfqızın təqdimatını izləməyə qaçırmayın. Sağlıq olsa yenidən görüşərik. Sağ olun, salamat qalın. A qrupunda Kievin Dinamo klubu öz evində Portonu qəbul edəcək. Portuqaliyada keçirilən görüşdə Porto rəqibini 3-2 hesabı ilə məğlub yola salmışdı. Digər görüş isə Fransada PSG ilə Dinamo Zagreb arasında baş tutacaq. Zagrebdəki oyundan Fransa təmsilçisi 0-2 hesablı qələbə ilə ayrılmışdı. B qrupunun və günün ən maraqlı oyunlarından biri Almaniyada Veltins Arenada keçiriləcək. Qrupun vahid lideri Schalke Arsenalı qəbul edəcək. İngiltərədə keçirilən görüşdə Almanlar rəqibin qapısından 2 cavabsız gol keçirmişdi. Qrupda daha bir görüş Yunanistanda Olympiakosla Montpellier arasında baş tutacaq. C qrupunda Milan San Siro'da 100% nəticə göstərən Malaga'nı qəbul edəcək. İspan təmsilçisi Milanı öz evində 1-0 hesabı ilə məğlub edə bilib. Ancaq buna Milanla İtaliyadakı oyunda nail olmaq elə də asan olmayacaq. Anderlecht isə Rusiyanın Zenit klubunu qəbul edəcək. Və nəhayət, D qrupunda daha bir prinsipial görüş İngiltərədə keçiriləcək. Manchester City Ajax'ı qəbul edəcək. City məğlub olarsa play-off'a çıxa bilməyəcək. Madridin Real komandası isə Santiago Bernabeu'da Borussia Dortmund'u qəbul edəcək. Dortmund ilk oyunda öz evində Kral klubunu məğlub etməklə qrupda liderliyə ələ keçirib.
Salam, elimizin kanalında bugün olan hava məlumatını nəzərinizə çatdırıram. Artıq bir neçə gündür ki, Respublikamızın bir çox regionlarında hava şəraiti qeyri-sabit olaraq davam eləyir. Bugün də bu cür hava şəraitinin davam edəcəyi proqnozlaşdırılıb. Paytaxtla yanaşı yarımadada az bulutlu və zəif yağıntılı hava şəraiti hökm sürəcək. Bakıda havanın hərarəti gecə 15, gündüz 20 dərəcə isti olacaq. Şimal küləyin sürəti saniyədə 1 metrə çatacaq. Atmosfer təzyiqi 760 mm və suyun nisbi rütubət isə 57% təşkil edəcək. İndi isə keçid alırıq bölgələrimizə. Naxçıvan Muxtar Respublikasında tutqun hava şəraiti müşahidə ediləcək, 10-17 dərəcə isti olacaq. Xankəndi, Şuşa, Laçın, Kəlbəcər, Xocalı, Xocavənd, Daşkəsən və Gədəbəydə yağıntısız və tutqun hava şəraiti gözlənilir. Burada isə gecə 9, gündüz 16 dərəcə isti olacağı ehtimalı var. Qazax, Gəncə, Tərtər, Ağdam, Füzuli, Ağcabədi və Cəbrayıl. Bu bölgələrin bəzilərində az yağış yağacağı istisna deyil. Temperatur 12-18 dərəcə isti təşkil edəcək. Balakənzə, Katala, Şəki, Qəbələ, İsmayılı, Şamaxı, Siyəzən, Qubaqusar, Xaçmazda günün bəzi saatlarında yağış yağacaq. Gecə 10, gündüz 15 dərəcə istilik gözlənilir. Neftçala, Salyan, Kürdəmir, Ağdaş, Mingəçevir və Yevlaxda isə zəif yağıntıların olacağı istisna deyil, 18-21 dərəcə isti olacağı gözlənilir. Yardımlı, Masallı, Lənkəran, Astara, Lerik və Cəlilabadda isə yağış yağacağı gözlənilir. Temperatura gəlincə 12-16 dərəcə istilik proqnozlaşdırılıb. Dağlarda gecə və səhər zəif duman olacağı, şimşək çaxacağı və az yağış yağacağı ehtimalı var. Havanın hərarəti 9 dərəcə isti təşkil edəcək. Dəniz suyunun temperaturu isə 6 dərəcə isti olacağı gözlənilir. Beləliklə, elimizin kanalında sizi hava şəraitindən xəbərdar etdim. Sonda isə havanın necə keçməsindən asılı olmayaraq hər birinizə xoş əhval-ruhiyyə arzulayıram. Özünüzdən müğəyyət olun, hələlik.